Salam. Belə bir suala baxaq. Valideyn sizdən övladının ön partada əyləşməsini tələb edərsə, nə edərsiniz? Əvvəlcə onun müraciətini diqqətlə dinləyərəm və bunun səbəbini öyrənərəm. Əgər bunun tibbi və ya pedaqoji əsası varsa, yəni görmə, eşitmə problemi varsa və yaxud da diqqət çatışmazlığı varsa və yaxud da digər təhsil ehtiyacı varsa, onda müvafiq sənəd əsasında məktəbin qaydalarını nəzərə almaqla şagirdin ön partada əyləşməsini təmin edərəm. Əgər valideynin istədiyi yalnız belə deyək də şəxsi arzuya əsaslanırsa, sadəcə olaraq qabaqda ön partada əyləşməsini istəyir. Onda izah edərəm ki, sinifdə oturma planını bütün şagirdlərin maraqları, bərabərlik prinsipi və təlimin səmərəliliyini nəzərə almaqla tərtib edirəm. Mən oturma planını hazırlayarkən şagirdlərin boyunu, görmə, eşitmə xüsusiyyətlərini, digər təhsil ehtiyaclarını nəzərə alıram. Məqsədim hər bir şagird üçün səmərəli öyrənmə mühiti yaratmaqdır. Bunun üçün də heç bir şagirdə əsassız üstünlük vermərəm.